YouTube kanalımın izləyiciləri, əşyalı giryaşa evlidir. 78.000 manata satılır dostlar. Video sona qədər baxın, sonunda ünvanı deyəcəm dostlar. Giryaşa evdir. 3,2 sot torpağın içində. Görürsünüz, evin də həyətinə heç bir pəncərə baxmır qardaşlar. Baxın. Magistral yolla arası 100-150 metrdir. Evin arxasına keçmək üçün soldan da yer saxlanılıb. Padvala giriş səsini görürsünüz. Evin sağından da yer saxlanılıb dostlar. Kombin otağı belə deyək varıdır. Ehtiyat səni var. Burada su, qaz, işıq daimidir. Kəsilmək söhbəti yoxdur. Evdə yerdən kürsülüdür. Qoşa daşla tikilib dostlar. Ətrafı göstərim. Ətrafda hamısı yaşayış yerlərdir. Görürsünüz? Yaşayış yerlərdir. Wi-Fi-na kimi var dostlar. Gir, yaşa evdir. Yenə deyirəm. Yer laminatdır. Buyurun, baxın. Yer laminat. Kombinin radiatorları hamısı var. Aboylar görürsünüz. Bahalı aboylardır. Ağappaq aboylardır. Heç hiss olunmur ki, aboy var. Baxın. Qapılar ağ qapılardır. Rasiya qapılarıdır. Bahalı qapılardır. Qiyməti 250-300 manatdır. Baxın. Bura hamam, tualetdir. Baxın. Hər bir şey var. Hər bir şey. Keçək mətbəxə. Bura evin dostlar. Mətbəxidir. Mətbəxidir. Kuxna mebeli var. Paltaryanı var. Pəncərlər şəbəkə panoramadır. Görürsünüz buranın da aboyları hamısı. Açıq aboylardır. Ürək sıxıcı aboylar deyil dostlar. Nə də görürsünüz burada hamısı qalır. Baxın. Kuxna mebelinə də dostlar 3000-ə yaxın pul verilib. Qəşəng səliqəli kuxna mebelidir. Keçək. Bura evin birinci yataq otağıdır. Baxın dostlar. Yataq otağıdır. Pəncərələrin heç biri divara baxmır. Gələndə özünüz görəcəksiniz. Burada da radiatorlar var. Bunlar da hamısı qalır dostlar. Evdə nə gördünüz? Hamısı qalır. Keçək ikinci yataq otağına. Burada evin dostlar ikinci yataq otağıdır. Bu yataq otağının da pəncərəsi divara baxmır, açıqdır. Ümumiyyətlə evin heç bir pəncərəsi dostlar divara baxmır. Koridoru buradan da göstərim sizə. Ev geniş evdir dostlar. Geniş evdir. 3,2 sot torpağın içində tikilib. 3,2 sot torpağın içində tikilib. Wi-Fi-na kim var? Bir dənə dostlar televizor yoxdur. Televizor da aparıblar. Yəni televizordan başqa demək olar ki evdə hər bir şey var. Hamısı da qalacaq dostlar. Burada zalıdır dostlar. Evdə bir zal, iki də yataq otağı. Ümumilikdə 3 otaqlı evdir dostlar. 3 otaqlı ev. Hamam tualeti göstərdim sizə, baxın. Bir də baxın, bax. Əgər göstərməmişəmsə. Buyurun, baxın. Bu da hamam tualet. Deməli dostlar, ev haqqında bir də məlumat verim. Ev 3 otaqdır. 1 yataq otağı, 2 yataq otağı, bu da 3. 3 yəni zal. 3 yataq otağı, 2 yataq otağı, 1 zal. Ümumilikdə 3 otaqdır. 3 otaqdır. 3,2 sot torpağın içində tikilib. 3 otaqlı evdir. Qiymət 78.000 manatdır. Mətbəxi vapşə superdir dostlar. Mətbəxə bayıldım. Böyüdür. Düz patoloka kimi yığılıb dostlar. Patoloka kimi mətbəx mebeli yığılıb. Özdə aboylarla şeydir də tutur bir-birini dostlar. Baxın. Qəşəng evdir. Su, işıq, qaz da daimidir. Kəsilmək söhbəti yoxdur. Həyətdə belədir. Bayağı göstərdim. İndi də baxın. Qiymət 78.000 manatdır. Ünvan Məhəmmədi qəsəbəsi. Sağ olun dostlar.